Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən Peşəfest 2025-in yekun tədbiri keçirilib. Bakı Kristal Hall'da Peşə Öyrən, Gələcəyini Qur devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyer istiqamətində doğru addım atmalarına təmin etmək olub. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məlikə Abbaszadə, Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev, Gənclər və İdman Nazirinin müavini Indira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrinə rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər. Anar Əliyev 2022-ci ildən bəri təşkil olunan Peşələr Festivalının gənclərin düzgün peşə seçiminə və əmək bazarına hazırlığı daxil olmalarına dəstək məqsədi daşıdığını diqqətə çatdırıb. Nazir 160 mindən çox gəncin bu tədbirlərə qatılaraq müxtəlif peşələr üzrə əmək bazarının tələbləri, zəruri bacarıqlar və karyer imkanları barədə praktiki məlumatlar əldə etdiyini bildirib. Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 9 ayı ərzində 371 min nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunmuşdur. Onlardan 137 min nəfəri münasib işlə təmin edilmiş, 15-17 min nəfəri isə özə məşğulluq proqramına cəlb olunmuşdur. Bununla yanaşı 13-15 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilmişdir. Nazirlik olaraq gənclərin inkişafına, onların peşə seçiminə və özünün inkişaf prosesinə dəstək göstərilməsi bizim fəaliyyətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə cari ildə 205 min nəfərə peşə ünumi məsləhəti xidməti göstərilmişdir. İşğaldan azad edilən ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı işləri də qeyd edilib. Onlardan iqtisadi fəal olanların 6108 nəfərinin məşğulluğunun təmin edildiyi bildirilib. Digər çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, Peşəfestin bu baxımdan əhəmiyyətli dəstək rol oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyer imkanlarına dair praktiki məlumatları yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər. Gənclərlə canlı ünsiyyət yaratmaq bu günləri olduqca vacibdir. Onların mütəhəssis sözünü, mütəhəssisin özünü canlı olaraq görmək çox böyük önəm daşıyır. Qısa zaman kəsiyində biz, yəni Əmək Nazirliyi həm ölkədə olan mənzərəni, gənclərin maraqlarını, onların bacarıqlarını qeyri-formal üsulla qiymətləndirə bilir, müəyyən edə bilir. İstər istehsalatda, istər idarə etmədə, istər xidmət sahəsində süni intellektin ortaya çıxması bir çox peşələrin yavaş-yavaş sıradan çıxmasına və bir çox yeni peşələrin ortaya gəlməsinə səbəb olacaqdır. Bu mənada yeni peşələrin öyrənilməsi, daha doğrusu gələcəyə yönəlik peşə seçiminin edilməsi üçün belə festivalların, belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Bir statistikanı mən sizə qeyd etmək istəyirəm. 24-cü ildə Azərbaycanda peşə təhsilinə qəbul olanların sayı 26 min nəfərə çatıb. Bu ondan əvvəlki illə müqayisədə 17% çoxdur. Eyni zamanda peşə təhsili müəssisələrini bitirənlərin sayı isə 15 minə çatmışdır ki, bu da özündən əvvəlki dövrdən müqayisədə daha yüksək bir rəqəmdir. Biz 4-cü sənaye inqilabının əstanasındayıq. Bu inqilabın əsas hərəkət verici qüvvələri süni intellekt və avtomatlaşdırmadır. Böyük məlumatlar, big data, ağıllı sistemlər, biz burada robotları da görürük. Bu artıq gələcək deyil. Bu günümüzdür. Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Peşə ünumi xidmətinin mahiyyəti bizim gənclərimizi, şagirdlərimizi, onların valideynlərini maarifləndirməklə onların gələcək əmək bazarına hazırlamaq, onların gələcəyin peşələri barədə məlumatlılığını artırmaq və bu istiqamətdə onların əmək bazarında mövqe tutmasına dəstək olmaqdan ibarətdir. Bizim bilgi robotumuzdur. Hədəf sistem liseylərində müəllim kimi fəaliyyət göstərir, şagirdlərin suallarını cavablandırır, dərs prosesini normal şəkildə idarə edir. Daha çox sual verirlər ki, gələcəkdə süni intellekt bu sahəni belə deyim, kölgədə qoyacaq və s.
Mən də onlara açıqlama verirəm ki, yəni gələcəkdə süni intellektdən 3D-nin birləşməsi yeni peşələr yaranacaq. Yəni bu sahə yox olmayacaq, əksinə başqa formada inkişaf eləyəcək. Peşəmiz ənənələrdən olaraq, nənələrdən, babalardan qalma yeni nəslə çatdırmaqdır. Yeni nəsil də bunu daha diplomla oxumaq, 9-dan çıxıb məsəl üçün 3 il oxusaq, diplomla təmin olunur, sonradan işlə təmin olunur. 11-ci sinifi bitirənləri isə 1 il oxuyub, diplomla tədqiq olunur. Gördüyümüz robotit müxtəlif funksiyalara malikdir. İnkişaf etmiş ölkələrdə, misal olaraq Çindir, Amerikada bu kimi ölkələrdə artıq bu kimi robotlardan axtarış xilas etmədə, yanğın söndürmədə, xüsusi riskli əməliyyatlarda istifadə olunur. Gələcəkdə bu robotların daha da inkişaf etməsi planlaşdırılır. Acilio, salam. Məhəlləmizdəki itlərlə belə rəftar eləsəm, beşə adamı dişləyərlər. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edir. Çox gözəl yerdir, yəni vaxt keçirmək üçün, uşaqların həm biliyi artır, həm əyləncə üçün. Yəni çox gözəldir. Azərbaycan Respublikasında belə bir iş təşkil etdiyi üçün, uşaqları əyləndirdiyi üçün, uşaqları bilikləndirici üçün onlara çox təşəkkür edirəm. Bura gəlməkdə məqsədim o idi ki, mən diş həkimi olmaq istəyirəm. Eşitdim, gəlmək istədim, baxdım, seçdim, peşə haqqında məlumatlar öyrəndim, çox xoşuma gəldi. Fərqli təamlar daddım, maraqlı oldu, xoşuma gəldi. Belə tədbirlər əslində bizim içimizdə yatan o potensialı ortaya çıxarır və bizim maraqlarımızı üzə çıxarır və düşünürəm ki, yəni təşəkkürümü bildirirəm bu tədbiri keçirənlərə. Çox gözəl tədbirdir. Yenidən iştirak etmək istəyərəm gələcəkdə. Qeyd edək ki, Peşəfest 2025 layihəsinə ötən ay Astarda başlanılıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə üzrə maarifləndirici tədbirlər təşkil olunub. İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar. Mirçingiz Ağayev, Elxan Camolov, Real.